Salam, mənim xəyallarımın ardınca verilişimin daimi və sevimli izləyiciləri, sizləri xəyallarımın ardınca verilişimizin növbəti buraxılışından salamlayırıq. Demək, bu səfərki buraxılışımızda Almaniyada uğur qazanan həmvətənlərimizdən biridir. Belə ki, Sərrab bəy bərbər salonu açıb və biz də istədik həmin o bərbər salonuna çəkək, işıqlandıraq və eyni zamanda hansı ki, soydaşlarımız var Azərbaycandan sual verirlər, maraqlanırlar. Almaniyada bərbər işini necə görmək olar, bu işi necə qurmaq olar? Ümidvaram ki, bu video, bu bizim buraxılışımız məhz bərbər olmaq istəyən dostlarımız üçün motivasiya verəcək, motivasiya verici bir proqram olacaq. Belə, yavaş-yavaş biz bərbər salonuna doğru gedirik. Bax, salonumuz budur, qarşısı belədir. Xüsusilə bunu qeyd eləyək ki, bax, görürsünüz burada Sərrab bəy AZ yazdırıb, AZ Rezue. Yəni, Almanca bərbərxana, belə deyək. Bir şeydə diqqətinizə çatdırım ki, salonumuzda Azərbaycanlılar, xanımlar da işləyir. Həm bəylər üçün, həm də xanımlar üçün gözəl, bax belə oturacaqlar var. Yəni, bərbər bəylərimiz də var və xanımlar da var. Salamlar Sərrab bəy, xoş gördük. Necəsiniz? Necəsiniz? Təşəkkürlər, sizlər Xoş yaxşı gəldiniz. olasınız. Uzaq Xeyirli uğurlu olsun. Çox sağ olun, təşəkkürlər. İnşallah ki, uğurlarınız daha da bol olsun. Amin, amin. Dəf eləyirik doğrudan da. İnşallah. Hər bir qəribdə uğur qazanan soydaşımız bizim fəxrimizdir. Bəli, bəli. Kaş hamı elə olar. Amin, amin. Elədir. Elə isə sizin çox vaxtınızı almayaq, yavaş-yavaş keçək arxada, biz intervyunuzu alaq. Demək, dəyərli dostlar, bir də bax, məsələn, burada yaşayan soydaşlarımız, xanımlar xüsusən gəlinlərin bəzənməsi üçün də əlavə bir salon var. Bax belə, çox gözəldir. Sərrab bəy işləmək istəyən Azərbaycanlı soydaşlarımız üçün də təklif edir, işləmək istəyən buyurub gələ bilər. Belə, yavaş-yavaş biz başlayaq intervyumuza, siz izləməkdə qalın, buralar çox maraqlıdır. Demək, Sərrab bəylə birlikdəyik, bərbər olmaq istəyən soydaşlarımız. Bu videoya diqqətlə baxın, bu video sizlər üçün çox, belə deyək, motivasiya verici, bir bəlkə də bir şans ola bilər, bir yol aça bilər. Yavaş-yavaş keçək suallara, sizin vaxtınızı çox almayaq. İlk öncə özünüz haqqında danışın. Neçə ildir burada yaşayırsınız? Bu işlə neçə ildir məşğul olursunuz? Belə, buyurun. 98-ci ildə gəlmişəm Almaniyaya. Müxtəlif işlərlə məşğul olmuşam. Amma yoldaşım bu dükanda 17 ildir işləyir. Biz özümüz 2020-dən birinci ayından devralmışıq, buranı işlədirik. Həm kişi bölümü var, həm də qadın bölümü var. Şəhərimizdə də xeyli Azərbaycanlılar var. O bəziləri üzə çıxmır. Mən onlara partizan deyirəm də, hansı ki heç kim tanımır. İndi mən burada məsələn bizim Krefeld şəhərində 50 ailə tanıyıram. Qonşu şəhərlərdə də çox tanıyıram, tanıdıqlarım var. Həm də söhbət bizim şəhərdən gedir. Yaxşı Azərbaycanlı olsa, yaxşı deyəndə işinə hörmət eləyən olsun birinci. Tamam. Mənə yox, işinə hörmət eləsin, buyursun, gəlsin, işləsin. Deməsinlər ki, Azərbaycanlıdır, belə olar, elə olar. Bax, deyirsiniz 1998-ci ildən buradasınız. Bu illər ərzində həyatınızda ən böyük dəyişiklik nə olub? Mən bura gələndən sonra vətəni daha çox sevməyə başladım. Yəni vətənimizi, millətimizi, bir yerdə oturmaq, nə bilim, Birlikdə zaman kimsə, keçirmək. birlikdə zaman keçirmək, çalışmışıq bir-birimizə dəstək olaq. Belə işlərlə məşğulmuşuq. Kiminsə ehtiyacı varsa və yaxud biri nəyisə dardır, vəziyyəti pisdir, ona yardımlar eləmək, belə işlərlə. Bu işi qurulması üçün bax nələr lazımdır? Bax hansı ki bizim gələn suallardan biridir. Bəli. Bu bərbər işinə biz necə başlayaq? Bəli. Hansı prosedurlar var? Oxumaq lazımdırmı, yoxsa yox? Bax bu cür suallar gəlir. Mənə arada zəng eləyirlər bizim millətdən, Azərbaycanlılardan. Bəziləri buraya bir sadə mağazin kimi baxırlar. Yəni məsələ biri zəng eləmişdi ki, başqa şəhərdə açmaq istəyir, kimlərisə qoyub işləmək. Bu iş elə deyil. Bu işi, bu bərbər salonu açmaq üçün
İlk önce master brief lazımdır. Master brief olmadan Azərbaycancasında deyin ki, izləyicilərimiz üçün. Azərbaycanda ustalıq, hə, ustalıq, ustalıq, yəni bir var gedib bir peşə məktəbinə oxuyub bərbər hə, olursan, burada da Ausbildung. Ausbildung deyirlər. Hə, Dükan aça bilmirsən bu bərbər hə, salonunu. Ausbildung elədikdən sonra masterliyi gedib oxumalısan ki, mən baş ustayam. hə, anladım. Ustalıq. O həmin bəlgə lazımdır. Bəli. Hə, Ondan firma sonra açmaq üçün. bəli, bu bərbər salonunu açmaq üçün. Hə, Bəzi xırdalıqlar var, məsəl istəyənlər olsa zəng eləyər, danışar. ətraflı məlumat Bəli, verin. bəli, bəli. Ümumiyyətlə sizin səhifə var da, sosial şəbəkədə var. Yəni Bəli, Instagramda var, Az Firzoyev. inşallah onu deyərsiniz, qeyd eləyərik çəkilişdən sonra, yəni Buradakı artıq paylaşılanda. Azərbaycanlılar da çəkinməsin, gəlsinlər, əsl Azərbaycanlı olan kişi kimdirsə gəlsin görsün. Mən layiqəm yoxsa yox? Nə gözəl. Növbəti sualımız ondan ibarətdir ki, Sərraf bəy, demək, mənim üçün də maraqlıdır. Bax, burayla Azərbaycan bərbərləri arasında nə kimi oxşar və yaxud da fərqli cəhətlər var? Fərqli cəhətlər odur ki, bizdə biraz Azərbaycanda yəni başqa sistemdir, ustalar ağır işləyir. Məsələn, mən tətilə gedəndə, məzuniyyətə gedəndə Azərbaycana, getdim məni salıblar balaca bir otağa, bura VIP idi, VIP bir otaq. VIP, hə. Ha, nəysə bax, özləri saçım da yoxdur da, indi bu işin Hə. içində ən uzağı 15 dəqiqəlik işdir. Hə. 1 saat məşğul ol. Dedim, qardaş, məni böyük salonda qoy olsun, mən gəlmişəm vətənimi mən sevirəm, darıxıram. Həmişə mənim ürəyim vətəndədir. Deyirəm, Hə. gedim elə nə olur olsun, vətənim olsun, öz millətim olsun. Əlbəttə ki, bütün millətlərdə yaxşı da var, pis də var. Amma insanın özündə də biraz mədəniyyət olsa, davranış qaydası, müraciət forması olsa, yola vermək olar bizimkilərə. Hə. Yəni siz hesab edirsiniz ki, Almaniyadakı bərbərlər daha yaxşıdır Azərbaycan bərbərlərindən. Bəli. İşini daha yaxşı görür burdakılar. İşini daha yaxşı görür. Bizimkilər orada özlərindən çox məmnundur. Ay mən neçəli ustayam, nəyəm. İndi mənə rast gələnləri deyirəm. Əlbəttə ki, bu bütün Azərbaycandakı bərbərlərə aid deyil. Əlbəttə ki, yaxşıları da var. Hər şey var. Yox, amma bizdə bir şey var ki, mədəniyyəti olan ustalar da var. Yəni belə də. Hə, anladım. Və növbəti sualımız ondan ibarət ki, hamının maraq etdiyi sual. Almaniyada kişi bərbəri aylıq orta hesabla nə qədər qazana bilər? Bu peşə ilə rahat dolanmaq mümkündürmü? Əlbəttə ki, Almaniyada yaşayan üçün çox əladır. O məbləği mən deməyim. Tamam. Yəni rahat dolana bilirlər. Bəli. Məsələn, işləyənlər var, onu mən qiymət demək istəmirəm. Hə. İndi bəzi orada prosedurlar var. Aylıq özlərinə məsələn 3000 gəlir. Nə gözəl. Bu qədər. Bax belə izləyicilər üçün də çox maraqlı idi ki, ümumiyyətlə doğrudan da həqiqətən sosial şəbəkələrdə Azərbaycandan Avropaya, xüsusən də Almaniyaya gəlmək istəyən dostlar üçün əsas önəmli olan məsələlərdən biri maaş idi ki, çox sağ olun bununla bağlı da ətraflı məlumat verdiniz. Bax bu qədər indiyənə qədər insan tanımısınız. Elə müştəriniz olubmu ki, illər keçsə də onu unutmamısınız? Əlbəttə ki, bizim müştərilər var. Deməli, əvvəllər bu şəhərdə 4 dənə bərbər dükanı olubsa, biri də bu olub. Bizim məndə kartları var. Bizim müştərilər var ki, 20 ildir gəlir bu dükana. Ustalar dəyişsə də, mən desəm mən kəsəcəm, yenə oturacaq. Təbii ki, bu almanlardır. Hə. Nə gözəl. Bizim millət eləməz və yaxud başqa millətlər onu eləməz. Amma almanlardan söhbət gedir. Hə. Sadiqdirlər, ayaqları alışıb. Bizdə biraz müştərilərin qulluq eləmək başqadır. Çayını, kofesini, suyunu. Belə şey. Alkohol xaric, içəcək hər şey var bizdə. Təklif eləyirik yəni. Gələn müştərilərdən soruşuruq nə içəsən?
alkohol xaric, bəziləri zarafatla deyir viski filan. Amma çay, kofe, su belə şeylər Nə gözəl, çox gözəl. Bir də deyim də var ki, müştəri hər zaman haqlıdır da. əlbəttə ki, müştəri hər zaman haqlıdır. Çünki məsələn bir bərbər dükanının işləməsi üçün, müştərini yığması üçün onun ən azı 40% deyim, endirdim aşağı, o işçidən asılıdır. Bizim o müştəriyə təklif eləməyimiz, nə içərsən, bir şeylər bu üçüncü, dördüncü dərəcəli işlərdir. Nə gözəl. Növbəti sualımız, bu gün biri sizdən soruşsa ki, Almaniyada yaşamağa dəyərmi? Nə cavab verərsiniz? Və dəyərsə nəyə görə dəyər? İndi mən deyim ki, mən bayaq dedim ki, mən vətənimi, dövlətimi, millətimi sevənəm. Mən 28 ildir burada, hardasa 28 eləyir də hər halda. 28 ildir bura gəlmişəm. Mən hələ bura alışmamışam. O da sadəcə mənəm. Bu da aptekdə dərman satılmır. İçsəm özümə buradakı insanlar kimi hiss edirəm. Bəli, bəziləri var deyir, yox, nə Azərbaycan, elə şey də mən xoşlamıram. Vətənimdir, oranın çayını, suyunu, çörəyini yemişik. Həm də vətən vətəndir. Bəli. Yəni hara Buradakı getsəz, Azərbaycanlılar da eşidirsə, onlara da müraciət edirəm. Azərbaycanı gözünüzdən salmayın. Hər bir vətəndaş öz ölkəsini sevməlidir. Sevməyən heç getməsin. Bax, mən belə deyirəm. nə gözəl. Ha. Yəni sizin deməyiniz bu anlama gəlir ki, hara gediriksə gedək, yenə Vətən. dönüb dolacağımız yer vətəndir və bizim milli kimliyimiz Azərbaycan Atalar sözü var. türkçülüyümüzdür. Atalar sözü var. Deyir, gəzməyə başqa ölkə, Gəlib ölkə. ölməyə vətən yaxşı. Bəli. Mən öyrəsinə deyirəm, Allah şükür Allah burada eləməsin. Allah özümə ömür yaxşı baxmışam. Çox şükür. Hə, Allah Taala imkan versin ki, vətənimizə də yararımız olsun. Məsələn, bəzən müharibələr getdi, buradakı insanlar yardım eləməsi lazım idi ordumuza. Bəli. İçindən gəlməli, deməsinlər ki, vəziyyət belədir. Yəni belə işləri hakimiyyətin üzərinə atmaq məncə doğru deyil. Bəli. İçindən gəlirsə bu vətəndir, torpaq uğrunda mübarizə gedir. Mənim düşüncəm budur. Ola bilər Düz deyirsən. fikirlərimi bəyənməyən olar, yenə də onlar özləri bilsin. Bəli. Bəli, doğru buyurdunuz. Növbəti sualımız, bugünkü düşüncənizlə gənclərə bir məsləhət versəniz, xüsusilə Almaniyaya gəlmək istəyənlərə nə deyərdiniz? Almaniya gəlmək istəyənlər son zamanlar qanun dəyişilib. Sənətin olmalıdır, peşən olmalıdır. İş vizasına rahat gəlirlər. Əvvəlcə orada işi tapır, gəlir rahat yerləşir. Amma bir çoxlarına da deyirəm ki, vətəndə biraz mübarizə aparmaq lazımdır. Sənin yaxşı sənətin varsa, bizim vətəndə də çox ehtiyac var. Yaxşı mütəxəssisə. Mübarizə apar, yaxşı da dolan. Qəribçilik çətindir. Mən bunu deyə bilərəm. Bəli. Əlbəttə ki, hər şey xoşdur, rahatçılıqdır, əsəb yox. Yollarda, şəhərdə insanlarla əlaqə yaratmaq, bəli, Azərbaycanda kimi deyil. Amma Azərbaycandakı insanlar da biraz düşüncəli olmalıdır, öz vətənini sevməlidir, hər şeyə problem yaratmamalıdır, öz haqqını qorumalısan. Harda olursan ol, öz haqqını qorumalısan. Çox sağ olun deyirik sizə. Təşəkkür edirik ki, bu sıx qrafikdir. Bilirəm, müştərilər olsun, sənətçilər işi olsun, bir burada iş sahibi olmaq doğrudan da çətindir, məsuliyyətlidir. Təşəkkür edirik vaxt ayırdığınız üçün. Vaxt ayırdınız. Təşəkkür edirik. Çox Siz də çox sağ olun. Siz də öz millətimizi hörmət edən birisisiniz. Baxmayaraq ki, yeni tanış olduq. Bəzi baxıram ki, fikirlərimiz eyni gələ bilir. Yəni bir-birinin üstünə düşə bilər bizim fikirlər. Çox sağ olun. Uzaq yol gəldik. Uzaq yol hər Azərbaycanlı da gəlməz belə uzun yolu ki, gedin bir həm yerlimizi
ziyarət edim. Təşəkkür Borcumuzdur. edirəm. Çox sağ olun. Xəyallarımın ardınca verilişimin növbəti buraxılışı da sona çatdı. Biz sizə sonsuz təşəkkür edirik izlədiyiniz üçün. Videonun sonunda Sərrab bəyin bərbər salonunun adresi də yazılacaq və eyni zamanda Sərrab bəyin dediyi kimi də azərbaycanlı bəy bərbərlər Sərrab bəyə müraciət edə bilər işlə bağlı. İşini bilən, işini bacaran insanlar üçün Sərrab bəy onları işlə təmin edə bilər. Belə. Təşəkkür edirəm izlədiyiniz üçün. Növbəti xəyallarımın ardınca verilişində görüşmək ümidi ilə hələlik deyirəm. Sağ olun, çox sağ olun.